Salam dəyərli abituriyentlər, əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur Mehdili. Bu gün sizlərə Cəlil Məmmədquluzadənin Qurbanəli bəy novellasının məzmun və forma xüsusiyyətləri haqqında ən vacib məqamları çatdıracağam. İzaha keçməmişdən öncə sizlərdən bircə xahişimiz var ki, mütləq bizim YouTube kanalımıza abunə deyilsinizsə, abunə olmağı unutmursunuz. Eyni zamanda bəyənib, paylaşıb, rəy yazmağı da bizdən əsirgəmə. Keçək Qurbanəli bəy novellasının məzmun və haqqında ən vacib məqamlar çatdırın. Başladı. Bir xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan gündür. Demək yoldaşlar, naçalnikin kəndə gəlməyinə səbəb nədir? Pristavın arvadının ad qoyma, yəni onun ad gününə naçalnik kəndə gəlir. Kəndə şuruş düşdü. Kənd əhlindən heç bu gün çöl işinə gedən olmadı. Yəni hər kəs qaldı gözlədi ki, bu gün kəndə naçalnik gələcək. Cəmaətin yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boylanırdılar ki, görsünlər naçalnik gəlirmi? Cəmaətin yarısı pristavın mənzilini əhatə edib durmuşdu. Qıraq kəndlərdən də cəmaət xəbər tutub yavaş-yavaş gəldi. Demək yoldaşlar, təkcə bu kənddə deyil, eyni zamanda qıraq kəndlərdən də, bax diqqətli olacaq, qıraq kəndlərdən də cəmaət xəbər tutub yavaş-yavaş gəlirdi ki, bu gün naçalnik kəndə gələcək. Səbəb nədir? Pristavın arvadının ad qoyma mərasimidir. Pristavın həyətində adam əlindən girmək mümkün deyildi. Çatda, Yasavul, Qlava mirzələrindən savayı həyətə girmək heç kəs izin verilmir. Yəni həyətdə kənd cəmaəti çöldə durmuşdu. Yəni həyətdən çöldə durmuşdu, amma Çatdadır, Yasavuldur, Qlava mirzələrindən savayı, yəni onlar içəridə, digər yerdə qalanlar isə kənarda durmuşdu. Həyətdə it yasını tanımırdı. Səsdən və gülüqaldan qulaq tutulurdu. Bir yanda quzular mələşir, bir yanda qıçları bağlı cüzə və toyuqlar bağırırdılar, bir yanda qlavaların atları kişnəyirdi. Bir tərəfdən pristavın qulaqları, uzun tulaları gah qlavanın üstünə atılıb haf eləyir, gah da kəttanın üstünə tullanıb haf eləyirdi. Hərdən bir pristavın arvadı balkona çıxıb nazik səslə çığırırdı. Bu pristavın, bax bu qadının ad qoyma mərasimində çığırırdı. Tişi, yəni yavaş və sonra yenə girirdi içəri. Pristavın aşpazları bellərində ağ önlük hərdən bir həyətə çıxıb qlavanın birinə deyirdi. Tez yarım girvənkə zəfəran tap. Qlava baş üstə deyib əvvəl bir başını salırdı aşağı, sonra Mirzəsini üzünə tutub buyururdu. Ədə, Mirzə Həsən. Bax, Mirzə Həsən burada demək episodik roldadır, sadəcə adı çəkilir bir yerdə. Ədə Mirzə Həsən, durma, tez şəhərə adam göndər, yarım girvənkə zəfəran getirsin. Biraz keçirdi, bir ayrı aşpaz əlini katlayıb bıçağı. Qlavanın birisini üzünə tutub buyururdu. Qlava 4-500 yumurta lazımdır. Baxın, gör məclis nə qədər böyükdürsə, israfçılıq da öz yerində 4-500 yumurta lazımdır. Yəni 4-500 yumurta nəyə lazım olacaq ki? Qlava sevincə əlini uzadırdı həyətdəki səbətlərə və cavab verdi. Nə danışırsan? Burada 1000-dən artıq yumurta var. Birdən qaçaqaç düşdü. Dedilər naçalnik gəlir. Baxın burada mütləq o hadisələrin ardıcılığına diqqətli olacaq. Mütləq, bax birinci qaçaqaç düşdü, dedilər naçalnik gəlir. Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulları hücum çəkdilər adamların üstünə və bir qədər keçdi güya Qurbağan gölünü daş atdılar. Bu Qurbağan gölünü daş atma ifadəsi dəyərli yoldaşlar, Keçəl Həmzənin qıratı qaçırması qolunda o Həsən Paşanın məclis təşkil etdiyi, Xotkarın məclis təşkil etdiyi demək epizodda da var. Çünki bu gələn naçalnik deyilmiş. Özgə malın pristavıymış. Baxın yoldaşlar, birinci demək səs-küy düşür. Birinci səs-küydə gələn kimdir yoldaşlar? Özgə mahalın pristavı. Baxın, bu mahalın pristavının ad qoyma mərasimi eyni zamanda Özgə mahalın pristavı da bura gəlir. Birinci gəlib kim? Özgə mahalın pristavı. Pristav atdan yenib girdi həyətə və balkona çıxıb xanıma rusca bir neçə söz deyib, özü də güldü və xanım da güldürdü. Və sonra hər ikisi girdi içəri. Yəni katlayıb bıçaqlar taqqıldadı, adamların tappıltısı, atların kişnəməsi, cücə toyuqların, qlavaların və tulaların haffıltısı qarışdı bir-birinə. Bir ucdan təzə gələn qlava və kətdilər atdan enib, dolu xurcunları doldurdular həyətə. Bir ucdan kəndlər dallarından qab-qazan, xalı və palaz daşıyırdılar. Bir ucdan kəndlər həyətin dibində quzuları və toyuqçuları yan-yana yığıb öldürüb təmizləyir. Yəni hər kəs bir işlə məşğul idi oxşur. Gəldi ikinciyə. Bir də qaçaq düşüb. Dedilər naçalnik gəlir. İkinci səs döyüyor. İkinci səsdə dedilər naçalnik gəlir yenə. Qlavalar qaçdılar qapıya, xanım və qonaqlar çıxdılar balkona, tullara tullandılar həyətə, bir də keçdi. Yenə Qurbağan gölünü daş atdılar. Çünki bu gələn naçalnik deyilmiş. Kazak böyük əfsər imiş. Kazakda ordu böyük. Kazak böyük əfsər. Demək birinci Özgə mahalın pristavıdır, ikinci gələn isə Kazak böyük əfsər imiş. İkinci gələn kimdir? Kazak böyük əfsər. Bu da atdan indi, qaça-qaça çıxdı balkona və xanımın əlini öpdü, kefini soruşdu və sonra getdi otağa.
Bir qədər keçdi, yenə qaçaqaç düşdü. Üçüncü qaçaqaç düşür artıq. Yenə qaçaqaç düşdü. Dedi Nasan gəlir. Amma bu da yalandır. Adamlar araladılar. Bir də qonaqda girdi həyətə. Bu Qapazlı kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi. Baxın yoldaşlar, burada Cəlil Məmmədquluzadə bir ifadə ilə Qurbanəli bəy haqqında hər şey Qapazlı kəndinin, yəni rusların qapazaltısı idi. Qapazlı kəndinin mülkədarı və bəyi. Gör ha. Yəni burada bir rişxənd var da. Mülkədarı və bəy məşhur Qurbanəli bəy idi. Üçüncü gələn kimdir? Qurbanəli bəy. Demək, yadda saxlayacağıq. Birinci gələn başqa bir mahalın pristavı idi. İkinci gələn Qazaq böyük əfsər idi. Üçüncü gələn də Qurbanəli bəy idi. Bəy həyətə girən kimi baxdı bir sağa bir sola. Tolaları bir qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yarım. Baxın, itin Qurbanəli bəyin ayağını yalaması əslində burada bir də rəmzi obraz. Qurbanəli çünki özü də elə it kimi bir adam idi. Ona buna yaltaqlanırdı. Bəy əlib itin başını tumarladı və dedi: "Malades sabak." Və sonra qalxıb xanımın balkonu görüb qışqırdı. "Zdratsiya." Və bölükünü götürüb sağ əlinə qalxızdı, yuxarı və qışqırdı. "Ura!" Sonra qalxdı balkona və xanımına baş əydi. Xanım əlini uzatdı Qurbanəli bəy. Bəy xanımın əlini alıb Rusca dedi: "Nə qədər mənim canım sağdır, sənə mən nökərəm, ay xanım." Xanım biraz güldü və dedi: "Spasibo." Yəni sağ ol. Bəy bir ah çəkəndən sonra hər ikisi girdi içəri. Biraz keçdi. Baxın, bir Qurbanəli bəydən sonra biraz keçdi. Mal həkimi gəldi. Yəni Qurbanəli bəy nə birinci gələn, nə axırıncı gələndir. Qurbanəli bəydən sonra baxın mal həkimi gəldi. Sonra süd pristavı gəldi. Sonra iki uçutel gəldi. Yenə bir əfsər arvadı ilə gəldi. Yenə bir özgə həkim arvadı ilə gəldi və s. Yəni birinci gəlir demək digər mahalın pristavı, ikinci gəlir Qazaq böyük əfsər, üçüncü gəlir Qurbanəli bəy, dördüncü yerdə mal həkimi gəlir, Rus süd pristavı gəlir, iki uçutel gəlir, yenə bir əfsər arvadı gəldi, yenə bir özgə həkim arvadı gəldi. Biraz keçdi, yenə qaçaqaç düşdü. Yenə qaçaqaç düşdü, dördüncü qaçaqaçın düşmədi. Dedi Naçalnik gəl. Qlavanın biri at üstə çaparaq gəlib özünü saldı yerə və həyətə soğulub qaçdı xanımın qabağına və qışqırdı: "Naçalnik idiot." Naçalnik gəlir. Xanım bir girdi içəri, bir çıxdı balkona, qonaqlar da çıxdılar həyətə və qaçdılar qapıya. Tap buldu, güp buldu, şaqqıltı, çığır bağır, qoyma, dinmək, çəkir. Gəl, get, axırda bir yoğun Çinovik girdi həyətə. Yerdə xanımı tərəf sol əli ilə bölkünü çıxarıb sağ əlini uzatdı xanıma və xanımın əlini öpüb qonaqlar bir-bir əl verib qalxdı balkona və girdi otağa. Naçalnikdən sonra baxın, Naçalnikdən əvvəl də gəlir, sonra da gəlir. Naçalnikdən sonra yenə bir neçə qonaq gəldi. Bunlardan bir neçəsi arvadları ilə gəldi. Yəni Naçalnikdən sonra da gəlir. Bəzi məsələn suallarda düşür ki, Naçalnik ən axırıncı gələndə xeyr. Naçalnikdən sonra da yenə bir neçə qonaq gəldi. Bunlardan bir neçəsi öz arvadları ilə gəldi. Qonaqlar yığışmışdılar zal otağına. Orta düzülmüşdü stollar, stolun üstündə düzülmüşdü növ-növ şirin çörəklər, suxarilər, paxlavalar, halvalar, konfetlər, lum portaxallar. Of, yeyib içməymiş də konkret. Quru yemişlər və s. Stolun üstünə qoyulmuşdu yekə samavar. Qulluqçular çay töküb qoyurdular qonaqların qabağına. Naçalnik oturmuşdu yumşaq divanın üstündə, pristavın arvadı oturmuşdu onun yanında. Demək olar, baxın, pristavın arvadı Naçalnikdən bərabər oturur. Halbuki Naçalnik pristavın arvadı ad qoyun mərasiminə gəlib ha. Diqqətli olub ki, oturmuşdu onun yanında. Qonaqlar da bir neçə düzülmüşdü. Bunların yanında Naçalnik qabağındakı stəkanın qəndini qarışdıra-qarışdıra pristavın arvadı ilə söhbət edirdi. Bu həyətdə küçədə açıq akoşkalardan biri at kişnəməsi qalxdı. Bunlardan sonra bir ayrı at da ucadan başladı kişnəməyə. Qonaqların bir neçəsi akoşkadan baxdılar küçəyə, atlar daha da ucadan başladılar kişnəməyə. Qurbanəli bəy akoşkadan başını çıxartıb küçəyə və qışqırdı: "Ədə, Kəblə Qurban." Kəblə Qurban da Kərbəlayı Qurban. Bu nədir bu? Qurbanəli bəyin nökəridir. Heyvan oğlu heyvan. Baxın yəni öz əlaltısına qarşı gör necə müraciət edir. Heyvan oğlu heyvan deyə müraciət edir. Yəni başqasına qarşı nə qədər yaltaqdısa Qurbanəli bəy, öz əhatəsində olan, öz əlinin altında olan insanlara qarşı o qədər zalımdır. Buna deyirlər nökər təbiətli insan. Heyvan oğlu heyvan, atı kənara dolandır. Yoxsa əlindən qurtarıb qaçar. Biraz keçdi, atlar dalda şiddətlə başladılar qışqırmağa. Qurbanəli bəy atlardan bərk başladı nökərinə çığırmağa. Qonaqlar hamısı qaçdılar akoşkaların qabağına. Küçədə tövlərin qabağında bir strajnik, bir ağ atın cilovunu yapışıb dolandırırdı. Bu at Naçalnikin atı. Baxın yoldaşlar, bir ağ at, Naçalnikin atının rənginə bax, bir strajnik, bir at cilovunu yapışıb dolandırdı. Bu Naçalnikin atı idi. Naçalnikin atının rəngi ağ at idi. Qurbanəli bəy nökəri bir kəhər atın cilovunu yapışıb biraz kənara dolandırırdı. Bir iki kəndi də biraz kənarda ayrı-ayrı atların cilovlarını yapışıb dolandırdılar. Akoşkanın qabağında kəndlər düzülüb pristavın akoşkalarına baxırdılar. Hərdən bir Naçalnikin atı kişnəyə-kişnəyə qabağa ayaqlarını döyürdü yerə və Qurbanəli bəyin atına baxıb hirsindən cilovu gəmirlirdi. Qurbanəli bəyin atı hərdən bir nəhərə təpib qabaq ayaqlarını qaldırırdı havaya və
Az qalırdı ki, Kərbəlayı Qasımı göyə qaldırsın. Kərbəlayı Qasım da bərk-bərk cilovunu yapışıb çığırdı. Buna bax ha. Naçalnik gördü ki, hər at Qurbanəli bəyin atıdır. Üzünü Qurbanəli bəy tutub soruşdu ki, atı neçə yaşındadır? İlk verdiyi sual nədir? Atın neçə yaşındadır? Qurban bəy papirosunu yandırıb Naçalnik dedi ki, atı bu təzə 4 yaşa ayaq qoyub. Yəni Qurban bəyin atı 4 yaşlı idi. Yenə Naçalnik Akoşka tərəf yeriyə başladı. Qurban bəyin atını tamaşa eləməyə, sonra Qurban bəyə çönüb dedi. Nə gözəl atdı. Doğrudan Qurban bəy atı gözəl atı idi. Qurban bəy atı doğrudan gözəl atdı. Qurban bəy hər iki əlini sinəsinə qoyub Naçalnikə cavab verir. Yəni baş əydi də. Peşkəşdir, yəni sənə hədiyyədir. Naçalnik Qurban bəy dedi. Sağ ol. Və yenə başladı ata tamaşa etməyə. Yenə Qurbanəli bəy üzünü tutub soruşdu. Qaçmağa necədir? İti yüyürürmü? Qurban bəy Naçalnikə dedi. Ay Naçalnik, əgər sənin mahalında bir belə yüyürən at tapılsa, mən bığlarımı qırxdırmasam qurumsağam. Yəni, əgər mənim atımdan sürətli at tapsam, mən bığlarımı qırxdırmasam qurumsağam. Yarım saatdan sonra qonaqlar çağırdılar xörək otağına. Demək, yarım saatdan sonra qonaq çağırdı xörək otağına. Otağın ortasında uzun xörək stolu, üstünə düzülmüşdü hər cür çörəklər, içkilər. Pristavın arvadı otururdu stolun baş tərəfinə. Xanımın sağ tərəfinə Naçalnik əlləşdi və qeyri qonaqlar da hərə bir yerdə oturmuş. Yəni pristavın, bax diqqətli olur ki, pristavın arvadı öz həyat yoldaşı ilə daha çox burada Naçalnikdən oturub durur. Bax Naçalnikdən əyləşdi və qeyri qonaqlar da hərə bir tərəfdə oturdu. Naçalnik araq şüşəsini əlinə götürüb əvvəl öz fincanını, Naçalnik, bax diqqətli olur, Naçalnik başlayır süzməyə. Əvvəl öz fincanı, sonra pristavın arvadını, sonra xanımların və sonra qeyri qonağın fincanla doldurub durdu ayağa, xanımının rumkasını vurub dedi. Birinci sağlığı kim deyilsə, baxın, birinci sağlığı Naçalnik deyir, diqqətli oluruq. Çünki Naçalnik gəlmişdi, ağa böyük oydu. Naçalnik birinci sağlıq dedi. Mübarək olsun xanımın ad bayramı. Naçalnik sonra xanımlar ağla yerlər qalxıb həmin sözləri dedilər və sonra Naçalnik qeydləri, şüşələrə başlarını çəkib boşaltdı. Pristavın arvadı fincanı götürdü əlinə, qonaqlardan razılıq elədi. Amma Qurbanəli bəyə baxıb gördü ki, bəy arağını hələ içmir. Xanım bəydən soruşdu. Nə içmirsiniz? Bəy gülə-gülə başla sallaşaraq dinmədi. İlk başda dinmir. Diqqətli oluruq, dinmir. Yəni bu nədir bu? Məşədi Kərbəla deyil ki, içmir. Sadəcə görəcəyik ki, bu deyir ki, bu stəkan mənim üçün balacadır. Mən taraşda, yəni çay stəkanında içmək istəyirəm. Naçalnik Qurbanəli bəyə baxıb qəhqəhə çəkib dedi ki, yoxsa bax bunu Naçalnik, bax diqqətli oluruq ha, buna Naçalnik deyir, pristavın arvadı demir. Naçalnik Qurbanəli bəyə baxıb qəhqəhə çəkib dedi ki, yoxsa sən də fanatik müsəlmanlardansan, onun üçün içmirsən. Oğlan bir neçə güldü, bir neçə dedi ki, götürürsün. Axırda Qurbanəli bəy rumkasını götürüb əlinə və dedi, ay kişi, siz Allah, bu nədir? Bunu bizdə üstçük deyirlər. Arvadlar barmaqlarına yeyib tikiş tikirlər. Yoxsa bizlərlə bununla araq içməzlər. Qonaqlar bu sözdə eşidib yenə qəhqəhə çəkib güldülər və pristavın xanımı dedi. Da, doğrudur, günah məndədir. Qurbanəli bəy rumka ilə araq içməz. Bu sözdə deyəndən sonra xanım bir çay stəkanı, o böyük çay stəkanı aparıb qoydu bəyin qabağına və araqla doldurub verdi bəyə. Qurbanəli bəy stəkanı götürüb dedi. Bax buna nə demişəm? Yoxsa üstçüyü qoydu mənim qabağıma ki, nə var, nə yox. Qonaqlar yenə güldülər. Qurbanəli bəy arağı çəkdi başına, stəkanı qoydu yerə və çörəkdən bir tikə götürüb tutdu burnunun qabağına. Ağlarov xanımla məşğul oldular yeməyə, içməyə, eşitdi toy və zurnanın səsi ucaldı. 2 saatdan sonra qonaqlar qalxdılar ayağa, düzüldülər Akoşkanın qabağına və başladılar tamaşa eləməyə. Baharın 2-ci ayı idi, yəni hardasa bir aprel ayı da belə deyək. Hardasa aprel ayı idi. Çeşlər və otların ətri qarışmışdı bir-birinə. Çeşmələrinin səsi qarışmışdı quşların səsinə. Hərdən bir zurnanın səsi ucalıb, özgə səslərin hamısını batil edirdi. Zurna sakit olan kimi adamların səsi ucalırdı. Evin qabağında, çayın kənarında, çəmənin üstündə bir neçə fərş döşənmişdi. Bir tərəfi 3 yekə samovar qoyulmuşdu və yanlarında 30-40 stəkan nəlbəki, nimçələr, qəndlər, mürəbbələr, şirin çörəklər, limon, portağallar, konfetlər, qurabiyələr, qeyri çay ilə və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafında qoyulmuşdu yastıq və başlıq. Bir tərəfdən qlavalar tatarı əllərinə kəndlər döyə-döyə bir yığırdılar ki, əl-ələ verib yallı getsin. Kəndlər də döyürdülər ki, yallı getməlisiniz. Ağlav xanımlar Akoşkalarda görünən kimi kəndlə ura deyib papaqla atdılar ki və yapışdılar yallı getmək. Pristavın xanımı qonaqlara təklif etdi ki, buyursunlar çayın kənarında, çəməndə əyilib çay içsinlər. Baxın olur, birinci yuxarıda yeyib içirlər, sonra yeyib içəndən sonra çəməndə çayın kənarında çay içməyə dəvət edir. Ağlar və xanımlar endilər. Kəndlər yenə ura deyib qarışdılar bir-birinə. Sonra yenə başladılar yallı getmək.
Qurban bəyin nökəri Kərbəlayı Qasım kənarda durub o əllərini qoymuş çiyinlərinə, baxırdı və Qurbanəli bəy gözü iki qat əyildi. Bəy papirosun ağzını alıb, baxın, burada Qurbanəli bəyin demək nökər olan Kərbəlayı Qasım da çox belə deyək də nökər təbiətli insandır. Heç o da öz haqqını tələb edən bir insan deyil. Nə deyir? Ağa nə deyir? Dilə başlayır. Yəni sadiq nökərdir, belə deyək. Bəy papirosun ağzını alıb Kərbəlayı Qasımı işarə edir. Kərbəlayı Qasım qaçıb gəldi ağasının qabağına, yanına atın odu cibindən çıxarıb yandırdı və tutdu ağasının qabağına. Bəy papirosunu yandırıb dedi: "Axmaq oğlu axmaq. Bəs sən niyə yalı getmirsən?" Kərbəlayı Qasım başını əydaşıb dedi: "Ay ağa, mən qocalmışam. Daha mənə yalı getmək yaraşmır." Bəy papirosunu göyə püfləyib, yapışdı Kərbəlayı Qasımın çiyindən və çəkib apardı yalı gedənlərin yanına dedi: "Yapış heyvan balası heyvan. Yoxsa vallah döy-döy səni öldürür." Kərbəlayı Qasım yapışdı kəndlər əlində istər-istəməz başladı onlar bir yerdə dolanmağa. Qurban bəy özü də dəstənin başına yapışıb başladı atılıb düşməyə. Pristavın arvadı Qurbanəli bəyə çəpik çaldı. Naçalnik də qəhqəhə çəkib güldü. Başladı çəpik çalmağa. Özü qonaqlar çəpiyi tutub başladılar gülməyə. Qurbanəli bəy özü ağzı göyə açılıb qəhqəh dedi və çıxırdı. "Ay xanım, mən istəyirəm sənin sağlığını içəm. Yuxarıda içib azdı, hələ gəlib çayın qırağında da içmək istəyirəm. Sənin sağlığını içim. Buyur mənə çaxır gətirsinlər. Ura, ura." Dökələ butulkalar başladı dalaşmağa. Qurban bəy bir stəkan içib yenə başladı fırlanmağa, yenə başladı dolanmağa. Bir qədər keçdi, yenə bir stəkan içib çığırdı: "Xanımın sağlığına." Və yenə başladı dolanmağa. Bir qədər keçəndən sonra yorulub çəkildi kənara və bir stəkan çaxır doldurub nökəri Kərbəlayı Qasıma çağırıb dedi: "Özü içib, az deyil, öz Kərbəlayı Qasımı da içdirmək istəyir." Kərbəlayı Qasım başladı yalvarmağa: "Ağa, səni bilirsən ki, mən içmərəm. Aman günüdür, məni çövür balovun başına. Mən içə bilmərəm." Bir qədər də nökərini yaxalayıb gördü ki, içmin çaxırın biraz azını tökdü Kərbəlayı Qasımın üstünə. Yəni Kərbəlayı adamın üstünə götürüb çaxırı tökür və bir az da özü içdi. Allah xanımlar məşğul oldu çay içməyə. Qurban bəy də gedib bir tərəfdə oturdu və üzünün naçalını tutub dedi: "Mənim nökərim Kərbəlayı Qasım lap bir qeyrətdir." İndi bunun naçalnikə deyir ki, lap bir qeyrətdir. Mən də kim nə qədər eləmişəm, ona bir qətrə çaxır içirə bilməmişəm. Deyirəm ki, axı, ayaqmaq, sən ki üzümü yeyirsən, axı bu nədir ki, üzümün suyu nədir məgər? Nə qələt eləyir içmə. Naçalnik Qurban bəy cavab verdi ki, Kərbəlayı Qasım qanmır avamdır. Qurban bəy qəhqəhə çəkdi və dedi: "Necə qanmır? Yaxşı qanmır. O məgər qanmır ki, çaxır üzümdən qayrılır. Çox əcəb qanır, ancaq bir qeyrətdir, onun üçün içmir." Yarım saat kimi ağlar xanımlar çay içdilər və söhbətə məşğul oldular. Kəndlər yallı gedirdilər. Xanımların biri hərdən bir əllərini basırdı qulaqlarını və ərinə şikayət edir ki, zurnanın səsindən az qal qulaqlarım tutulsun. Baxın yoldaşlar, bu ifadəni pristavın və naçalnikin arvadı demir ha. Xanımlardan biri, hər hansı bir xanım qonağın biri deyir ki, qulağına basırdı və şikayət edir ki, zurnanın səsindən qulaqlarım tutulur. Pristavın xanımı gileyini başa düşəndən sonra toyçuları çağırdı ki, daha çalmasınlar. Toyun səsi kəsiləcək. Qurban bəy özünü toyçulara çöndərib çağırdı: "Ədə çalın, namərdlər, çalın." Yəni naçalnikin burada pristavın arvadı deyir ki, çalmasınlar, xanımların baş qulağını aparır da. Amma Qurbanəli bəy deyir ki, qoy çalsınlar, oynamaq istəyir. Pristav bəyə dedi ki, toyun səsi xanımlar xoş. Pristav bəyə dedi ki, nədir bu? Bəylər xoşu, qadına xoşu gəlmir də, qoy çalmasın. Qurban bəy durdu ayağa və pristava dedi: "Mən ölüm, qoy çalsınlar. Mən istəyirəm oynayım." Pristavın cavabını gözləməyib Qurban bəy toyçulara çağırdı: "Ədə çalın, Uzundərə çalın." Baxın yoldaşlar, burada demək Qurbanəli Uzundərə mahnısını demək oynamaq, musiqisini oynamaq istəyir. Toyçular hazırlaşdı çalmağa. Naçalnik durdu ayağa və börkünün başına qoyub dedi: "Bəy, hələ sonra oynayırsan. Göndər nökərini, sizin atınızı çəkib gətirsin, mən istəyirəm ata bax." Baxın, burada biz görürük ki, demək naçalnik çox şorgöz adamdır. Kimdəsə nəsə görsün, mütləq onu istəyəcək. Aydındır mı? Demək, ata bax. Qurban bəy sağ əlini qoydu gözünün üstünə və dedi: "Naçalnik, qurbandır sənə mənim atım." Bu sözdən sonra bəy nökərini çağırdı: "Kərbəlayı Qasım, tez get, atı çək gətir, naçalnik baxsın." Kərbəlayı Qasım qaçdı, tövlədən atı çıxartdı eşiyə. Naçalnik, pristav, Qurban bəy xanımlarından biri getdilər atın yanına. Qurban bəy yapışdı atın dodağına və ağzında bir tərəfə açdı və naçalnikə dedi. Yəni atın dişini göstərdi. Biz zaten bilirik ki, atın dişindən bilirlər ki, neçə yaşdadır. Naçalnik, buyur bax. Həyə inanmırsan, buyur bax. 4 il bu il 4-ünə ayaq qoyur. Naçalnik Kərbəlayı Qasıma dedi ki, biraz atı dolandırsın. Kərbəlayı Qasım atı yavaş-yavaş çəkdi bir tərəfə. Kərbəlayı Qasımın dalınca gedə-gedə heyvan hərdən alnını sürtür Kərbəlayı Qasımın kürəyini və hərdən bir o tərəfə, bu tərəfə baxıb kişnəyir. Naçalnik Qurbanəli bəydən yenə atın qaçırmağını soruşdu, ikinci də vaxtı soruşur. Qurbanəli bəy bu vaxt Naçalnikin üzünə bir də söz deməyib Kərbəlayı Qasımı çağırdı. Kərbəlayı Qasım atı çəkdi yavıya.
Qurbanəli bəy də tez qalxdı atın üstünə və heyvanı təpişlədi. Baxın, biz burada görürük ki, atı çəkib gətirən Kərbəlayı Qasımdır, atı çapanı isə Qurbanəli bəy özüdür. Qurbanəli bəy özü atı çapır ki, Naçalnik görsün ki, bunun atı necə bərkdir. Bax, diqqətli olacaqsınız. Atı çapan Qurbanəli bəy özüdür. At durdu yenə durduğu yerdən bir neçə arşın məsafə sıçrayıb üz qoydu yola tərəf qaçmağa. Yarım dəqiqənin içərisində gözdən itdi. Yarım dəqiqədən sonra Qurban bəy çaparaq qayıtıb gəldi və atı sürüb az qaldı soxulsun qonaqların demək oturduğu məclisə. Xanımlar çığırışıb qaçdılar bir tərəfə. Qurban bəy tez atı saxlayıb özünü tulladı yerə və durdu Naçalnikin qabağında. Naçalnik bəyə dedi: "Malades." Və bəy cavab verdi: "Naçalnik, bu nədir ki? Hələ sən mənim o biri atımı görməmisən." Bax, bu ifadən harda deyir? O atı çapır gəlir, Naçalnik görür ki, doğrudan da bunun atı yaxşı qaçır və deyir ki, hələ sən mənim o biri atımı görməmisən, o bundan da yaxşıdır. Bəlkə onu görəsən, bu nədir ki, onun yanında? Kərbəlayı Qasım atı çəkib apardı. Hava qaraldıqda sonra pristavın otaqlarında çıraqlar yandırdılar, qonaqlar məşğul oldular kart oynamağa, qumar gedirmiş. Saat 11-də qonaqlar yenə dəvət elədilər xörək otağına və yenə ağalar, xanımlar xörək stolunun ətrafını düzülüb başladılar şam eləmək. Naçalnik düzənin ətindən bir iki tikə yeni sonra götürüldü, butulkanı başladı əvvəl öz stəkanını Naçalnik yenə baxın, yenə də süzən Naçalnikdə. Naçalnik öz stəkanını süzdü, sonra qonşuların stəkanını doldurmağa, sonra ayağa durub stəkanı uzatıb pristavın arvadan tərəf dedi: "Bu gün bizim buraya yığışıb, bax bu ifadə Naçalnik deyir. Bax diqqətli oluruq ki, bunu Naçalnik deyir. Demək, Naçalnik pristavın arvadan tərəf dedi. Bax bu ifadəni yadda saxlayın, imtahanlarda düşür. Bu gün bizim buraya yığışıb belə ləzzətlə vaxt keçirməmiz siz səbəb olmusunuz. Buna cəhət mən bu stəkanı içirəm sizin sağlığın. Birinci yoldaşda sağlıq etsən kimdir? Birinci sağlıq etsən yoldaşda Naçalnik. Bax diqqətli ol. Birinci sağlıq etsən Naçalnik. Bu sözlə deyib Naçalnik stəkanı vurdu xanım stəkanı və çaxır içib oturdu. Yavuqda oturan qonaqlar da stəkanla uzadıb xanımın stəkanı çıqqıldatdılar və içdilər. Qurban bəy yerinə qalxıb dolu stəkanı götürdü, vurdu xanım stəkanını və xanımın başının üstünə durub dedi: "Baxın, birinci demək Naçalnik içir, ikinci artıq yəni hər kimdən sonra Naçalnik. Bax birinci demək Naçalnik, ikinci yenə də Qurbanəli bəy. İndi üçüncü başqa adam, dördüncü yenə Qurbanəli bəy. Bax diqqətli oluruq ha. Birinci demək olur, bax birinci burada Naçalnik sağlığı deyir, ikinci sağlığı deyən Qurbanəli bəy. İkinci sağlığı artıq deyən Qurbanəli bəy. Üstün oldu dedi. Mən özümü bugün xoşbəxt hiss edirəm. Bax bu ifadə artıq Qurbanəli bəyin dilidir. Bax bu ifadəni bu əvvəlki ifadəni qarışdırma. Mən özümü bugün xoşbəxt hiss edirəm ki, bu məsələ var. Allah sənin ərin Mixail Pavloviçi, bax bu demək pristavın arvadı yoxdur, onun əridir. Mixail Pavloviçi bizim nağılını uzaq eləməz. Onu ötürü ki, çünki nə qədər ki Mixail Pavloviç bizim malda deyildi, bizim kəndilər də bədbəxt idilər. Mən də bədbəxt idim. Onu ötürü ki bilmirəm. Nədənsə keçən pristavları mən o qədər istəməzdim ki, Mixail Pavloviçi istəyirəm. Amma 5-10 il bundan irəli burada bir pristav var da, çox loto olan idi. Mənə bir tulla bağışlamışdı. Allah onu da sağ eləsin, səni də sağ eləsin, hamını sağ eləsin. İçirəm, mən səni sağlam. Ay xanım, ura. Demək olur, burada Qurbanəli bəy deyir ki, Mixail Pavloviçi tərifli, ondan əvvəlki pristavları təriflən. Bir də 10-12 il bundan əvvəl buna tula bağışlamayıb bir demək pristavı tərifləyir. Yəni burada iki pristavı tərifləyir. Bir Mixail Pavloviçi, bir də onu tula bağışlayan 10-12 il bundan əvvəl başqa bir demək pristavı tərifləyir. Aydın oldu mu? Demək birinci sağlığı içir Naçalnik, ikinci sağlığı içir Qurbanəli bəy. Aydın oldu? Bax bu Qurbanəli bəyin ifadəsi də bu. Mən bu gün özümü çox xoşbəxt hiss edirəm ki, bu məsələ var. Bunu Qurbanəli bəy deyir. Amma bu gün bizim bura yığışıb belə ləzzətlə vaxt keçirməmizin səbəbi olmusu bu ifadə isə Naçalnikdir. Bax bu iki ifadəni yaddan çıxarma. Gəlir növbəti. Bu söz deyəndən sonra Qurban bəy çaxırı çəkdi başına, içəndən sonra stəkanı çöndərib ağzını yerə tərəf tutdu ki, görsünlər stəkanda qətrə qədər çaxır qalmır və gedib oturdu yerində. Bir qədər sonra pristavın arvadı götürdü çaxırı və Naçalnikin stəkanını, öz fincanını, qonşuların stəkanını doldurub üzünü Naçalnika tutdu və dedi: "Mən özüm borc hesab edirəm, sizdən razı demək üçüncünü artıq kim içir? Baxın üçüncünü diqqətli olur ha. Üçüncünü artıq burada pristavın yoldaşı sağlıq. Baxın. Mən özümü borclu hesab edirəm ki, sizdən razı eləmək ki, bu uzun yolu zəhmətlə buraya gəlib məni sərfə buyurubsun. Sözlərinizi deyəndən sonra xanım fincan tutdu dodaqların qabağına. Qonaqlar stəkanla uzadıb vurdular Naçalnik stəkanla. Qurban bəy yerindən qalxdı, əlini dolu stəkan gəlib durdu Naçalnik yanında və dedi: "Baxın, yenə də Naçalnik, dördüncü atı yenə də Qurbanəli bəy. Birinci Naçalnik, ikinci Qurbanəli bəy. Üçüncü pristavın arvadı, dördüncü yenə Qurbanəli bəy. Baxın, ardıcılığa diqqətli olur ha. Birinci Naçalnik, ikinci Qurbanəli bəy.
Üçüncü pristavın yoldaşı, dördüncüsü yenə Qurbanəli bəy. Yəni hər bir nəfərdən bir Qurbanəli bəy sağlıq deyir. Bax buna diqqətli olacaq. Demək, Yanov dedi. Nasalnik, içirəm mən bu stəkanı sizin sağlığınıza. Demək, Qurbanəli bəy birinci demək sağlığı içir pristavın arvadının və pristavın sağlığını, ikincisi isə nasalnikin sağlığını. Sizin sağlığınız. Allah da bunu bir şahiddir ki, nə qədər bizim vilayətdə nasalnikə gəlib gedib, mən onlara heç birisini bu qədər istəməmişəm. Nasalnik ağa, sən bizim başımızın sahibisin. Nə qədər ki bizim mahalda cəmaət var, onlar hamısı sənin yolunda başlarından keçərlər. Mən özümdə sənin yolunda oda girərəm. Qurban sənə mənim canım. Nə qədər sağam, nökərəm sənə. İçirəm mən bu stəkanı nasalnikin ağanın sağlığına. Bu söz deyən ki, Qurbanəli bəy stəkanı çəkdi başına, stəkan ağzına çöndərdi yerə, ki bir qətrə də qalmadı. Sonra gedib oturdu yerində. Qonaqlar yenə məşğul oldular yeməyə. Bu qədər keçəndən sonra xanım əri pristav götürdü çaxır şüşəsini, əvvəl öz stəkanını doldurdu, sonra qonaqların stəkanını doldurdu və sonra ayağa durub dedi. Demək, bax, 5-ci kim içir? Pristavın əri. Kim idi? Mixail Pavloviç. Pristav var idi, üzr istəyirəm, Pristav Mixail Pavloviç var idi, o Pristavın arvadı var idi, onun həyat yoldaşı da. Baxın, Pristav kim idi burada? Mixail Pavloviç. Götürdü və dedi. Ağlar xanımlar, mənimdir ki, bir düşmən istəyə bizim üstümüzə hücum çəkə, bizi saxlayan qonşularımız olacaq. Buna cəhətən mən içirəm bu stəkanı bizim qonşularımızın əfsəri Nikolay Vasilyeviçin və onun xanımı Anna İvanovanın sağlığına. Bax, diqqətli olur burada. Demək, burada Mixail Pavloviç, yəni Pristav Mixail Pavloviç sağlığı deyir, qonşularının sağlığını. Eyni zamanda qonşular kim idi? Demək, Nikolay Vasilyeviç və onun yol xanımı Anna İvanovanın sağlığını. Pristav bu sözü deyib stəkanı uzatdı bir əfsərə və onun yanında oturan arvada tərəf. Qonaqlar da haber stəkanları çıqqıldadıb içdilər. Qurban bəy ayağa durub dolu stəkanı uzatdı. Əfsərə arvadın tərəf dedi. Bax, yenə də bax 6-cı yerdə Qurbanəli bəydir. Əfsərə arvadan dedi. Ay əfsər ağa, ay xanım, mən içirəm sizin sağlığınıza. Allah sizin kölgənizi bizim başımın üstünə əskik eləməz. Allah düşmən qabağını sizin qılıncınızı kəskin etsin. Yəni mən bu sözlər ondan ötürü demirəm ki, düşmənə qorxam. Hansı düşmən cürətdir mənim qabağıma çıxa bilər? Bu xəncəri soxaram onun qarnına, keflənir. Mən heç düşmənə qorxmuram. Sizin dövlətinizdən mən heç kəsdən qorxmuram. Dövlətinizdən. Nə qədər canım sağdır, mən nökərəm sənin xanımına. Sağ olsun Anna xanım və ora. Demək, biz burada diqqətli olacağıq. Bəy çaxırı çəkdi başına. Demək ki, yoldaşlar, biz qaydaq əvvəllər birinci sağlığı deyir, demək kimdir? Nasalnik deyir birinci sağlığı. Nasalnik kimə sağlığına deyir? Demək, Pristavın həyat yoldaşının adına içir. İkinci Qurbanəli bəy içir. Qurbanəli bəy kimə içir? Qurbanəli bəy təbii ki, burada ikinci içən bəli Qurbanəli bəydir. Qurbanəli bəy durub demək içir kimə? Pristavın demək Pristavın sağlığına içir burada. Mixail Pavloviçin sağlığına içir ikinci. Üçüncü yenə də demək burada içir demək Pristavın həyat yoldaşı içir. Pristavın həyat yoldaşı içəndən sonra yenə də Qurbanəli bəy içir. Qurbanəli bəy içəndən sonra bu dəfə indi demək Pristav Mixail Pavloviç özü içir. O da demək qonşuların sağlığına içir. Nikolay Vasilyeviçin sağlığına içir. Sonra təzədən yenə də Qurbanəli bəy içir. Yəni Qurbanəli birdən bir Qurbanəli bəy təkrarlanır. Bax buna diqqətli olacaqsınız. Qurbanəli bəy də artıq burada durub demək o demək Mixail Pavloviçin içdiyi o Nikolay var idi. Bax Qurbanəli bəy də məhz yenə də bu da onların sağlığına içir. Bax buna diqqətli olacaq ki, demək hər birdən bir təkrarlanır və bu dəfə də 6-cı dəfə, yəni artıq Qurbanəli bəy durur əfsərin, yəni o Nikolay Pavloviçin və onun həyat yoldaşının sağlığını içir. Demək biz burada Nikolay Vasilyeviçin Nikolay Vasilyeviçin sağlığını içən iki şəxsi gördük. Birinci demək Pavloviç idi, yəni Pristav idi. İkinci də Qurbanəli bəy, hər ikisi Nikolayın sağlığını içirlər. Bu qaydada ağalar və xanımlar bir-birinin sağlığını içdilər. Hər də Qurbanəli bəy durub ayağa hərənin demək barəsində nitq söylər və bir dolu stəkan içdi və otururdu. Yavaş-yavaş çaxırın buxarı qalxdı bəyin başına, lap axırdı bəy bərk keyfləndi. Qonaqların hamısının sağlığını içəndən sonra qonaqlar başladı Qurbanəli bəyin sağlığını içməyə. Xanımlar bir stəkan uzadıb vurdular bəyin stəkanına. Qurbanəli bəy şadlığına az qaldı özünə geçsin. Demək, burada qonaqlar hamısı sağlığını içəndən sonra qonaqlar başladı Qurbanəli bəyin sağlığını içməyə. Qurbanəli bəyin sağlığını içəndən sonra Qurbanəli bəy artıq burada şişirdi biraz ki, mənim sağlığıma içiblər. Qonaqlar hamısı bəyin sağlığını içəndən sonra bəy stəkanı yuxarı qalxıb dedi. Ağlar xanımlar, siz ki mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bu gündə yadıma çıxarmam. Amma ağalar, mənim sizdən bir xahişim, görə xahişim. Mən ölüm, mənim sözümü yerə salmayın. Mən sizin hamınıza sabah öz evimə qonaq təklif edirəm.
Yəni burada konkret qonaq təklif demir, mənim evimə niyə görə gəlin. Bəzi sual düşür ki, öz evinə plov yeməyə dəvət edir, öz evinə ata baxmağa dəvət edir. Belə bir şey yoxdur. Sadəcə deyir ki, sabah mənim qonağımsın. Vallah billah atamın görü haqqı mən bilmirəm necə sizin xəzinəsinə çıxım. Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənim sağlığımı etsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığımı etsin. Mən bu xanımların ayağın torpağı da belə ola bilmərəm. Vallahi atam görü haqqı sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürürəm. Mən istəyirəm sizə qulluq elə. Mən istəyirəm sizə nökərçilik elə. Bax diqqət gör sözə baxın. Mən istəyirəm sizə nökərçilik elə. Sabah bizə gəlməsəniz, mən bu xəncəri soxaram qarnına. Cənab Naçanik, səndən çox təvəqqə eləyirəm. Ay xanım, səndən təvəqqə eləyirəm. Əfsər ağa, Əfsər ağadan təvəqqə elə. Anna İvanova, qurban olsun sənə mənim canım. Səndən təvəqqə eləyirəm. Ağalar, xanımlar, hamınızı təvəqqə eləyirəm. Hər kəs gəlməsə namərddir. Aman gündür, özümü öldürürəm. Qurban olsun sizə mənim canım. Sağ olsunlar xanımlar, ura ura. Bəy stəkanı çəkdi, başından Naçalnik siqarı damağına salıb, üzünü tutdu pristavın xanımına və dedi. Naçalnik pristavın xanımına deyir ki, xanımına və dedi. Gəlsən sabah qonağa gedər, Qurban bəyə qonaq olar. Xanım baxdı ərinin üzünə və dedi. Mən çox xoşxal gedirəm. Yaxşı olar, bəyin arvadını görürəm. Görərəm necə paltar geyim. Sən gör xanımda iştaha bax. Deyir gedərəm, görərəm ki, pristavın nədir bu? Qurban bəyin arvadı necə paltar? Yəni burada ona gəlir ki, paltara baxsın ki, yəni xanımdır da görə bunun paltar necə paltar geyinir də. Bu xanımların işindən başa çıxmaq olmur konkret. Əfsər də arvaddan soruşdu. Gedərsənmi? Arvad dedi, gedərəm. Qonaqların biri də dedi ki, əgər bəy bizə, bax qonaqların biridir, diqqətli olur. Qonağın biri dedi ki, əgər bəy bizə yaxşı müsəlman plov versə, gedirəm. Bax diqqətli olur. Burada sizə plov verərəm ifadəsi və yaxud da gəlin gedək sizə plova qonaq eləyim. Belə bir ifadə Qurbanlar bəy demir. Sadəcə qonaqlardan biri deyir ki, gedərəm o şərtlə yaxşı bir dənə bizə müsəlman plov versin. Qurban bəy plov sözünü eşidəcək tez qalxdı, ayağa və çıxırdı. Eşidən kimi başladı bağırmağa. Necə plov? Necə plov? Atamın coğrafiyası elə bir plov verərəm ki, ömrünüzdə yeməmiş olarsınız. Mənim aşbazım bişirən plov heç kim işlənməz. İnanmırsınız? Kərbəlayı Qasımdan soruşun. Hani Kərbəlayı Qasım? Kərbəlayı Qasım çağırır Kərbəlayı Qasımı ki, gəlsin desin ki, bəli. Bir dənə cümləyə görə yazıq girinciləyib ki, gəlsin desin ki, bəli. Əli yaxşı plov bişirir. Bunun da aşbazın adı Əli idi. Gəlir növbəti demək səhv. Qurban bəy başladı ucadan Kərbəlayı Qasımı çağırmağa, güya ki Kərbəlayı Qasım buradadır. Pristavın nökərlərindən biri içəri girib dedi ki, burada Kərbəlayı Qasım yoxdur. Bəy Xristian nökər dedi ki, çağırın o axmaq oğlunu gəlsin. Nökər çıxdı getdi və bəy özünə qapıya tərəf yerirdi. Pristavın arvadı bəy dedi ki, sən zəhmət çəkmə, nökərlər çağırarlar gələr. Bəy yenə başladı plovu tərifləməyə. Mən sizdən mərz gələrəm. Həyə, bir yanda elə plov yemiş olsanız, tüpürün mənim üzümə. Tüpürün mənim üzümə ki, başqa da plov yemişsiniz, yemişsiniz. Qonaqlar güldülər. Naçalnik də gülə-gülə dedi. Ay bəy, söz yox ki, evdəki tərifli atını da bizə göstərərsən. Atını da bizə göstərərsən. Qurban bəy Naçalnikə yavırlaşıb hər iki əlini qoydu göz üstə və dedi. Bu gözlərimizdə hansını bəyənsən peşək. Lotu yana deyirəm. Mən yalanzat bilmərəm. Hansını xoşlasan, atamın gör haqqı peşəkdir, sənə peşəkdir. Nökər geri içəri dedi. Kərbəlayı Qasım yatıb. Bəy nökərin üzünə baxıb əvvəl dinmədi, sonra xəncərin dəstərini yapışıb dedi. Get o haramzadə oğlu haramzadə de ki, bu saat durub bura gəlməsə, bu xəncər gedib soxaram onun qarnına. Nökər çıxdı eşiyə. Pristavın arvadı bəy üzünü tutub dedi. Biçara, niyə biçara kişini oyadır? Yəni gör, xarici Rus deyir ki, Qurbanı bəy gör nə qədər alçaq, şərəfsiz insandır ki, öz nökərini yuxudan oyadır. Xarici qadın deyir ki, oyatmadı, yazılı oyatıb, deyir ki, yox. Öldürərəm o yansın. Gəlsin bir dənə söz desin ki, yəni əli yaxşı plov bişir. Bir dənə bu cümləyə görə yazı yuxudan oyadır. Niyə biçara kişini oyadırsan? Nəyə lazımdır? Bəy cavab verdi. Ay xanım, başına dolanam. Necə nəyə lazımdır? Ağzı nə də tezliklə yatsın. Qoy gəlsin görək kimin hünəri var, mənim aşbazım bişirən plov bişirsin. Qonaqlar yenə görüşdülər. Kərbəlayı Qasım şimik gözlərini bərəldib gedicə. Ağası yenə əlini xəncərini dəstəyə apıb dedi. Kərbəlayı Qasım, mən səni öldürürəm. Qonaqlar yenə görüşdülər. Kərbəlayı Qasım əllərini döşünə qoyub alçaq səslə dedi. Niyə başına dönüm ağa? Yəni heç bir cavab qaytarmır. Nə deyir, niyə başına dönüm ağa? Və yaxud da sən bilən. Yəni heç bir sadiq nökərdən nökərdir, yəni sadiq nökərdir. Bəy hissi uca səslə. Hələ soruşursan niyə? Gəl gör bu ağalar nə deyirlər? Mən deyirəm ki, bizim əli bişirən plovu heç kəs bişirə bilməz, bunlar inanmırlar. Kərbəlayı Qasım alçaq səslə cavab verdi. Bəli ağa, əli yaxşı plov bişirir. Bax bir dənə bu cümləyə görə. Qurban bəy üzünü qonağa tutub sevincək ucasını dedi. Gördünüz? İndi sözünüz nədir? Qonaqlar çoxu cavab verdi. Doğru, inanır. Kərbəlayı Qasım çıxdı eşiyə. Yarım saatdan sonra qonaqlar başladı dağılmağa.
Qurbanəli bəy atını və Kərbəlayı Qasımın yabısını minib düşdülər yola. Demək, Qurbanəli bəy atını və Kərbəlayı Qasım da yabısını minib düşdülər, hərəsi bir atda da yola. Bəy başını saldı aşağı və başladı mürgüləməyə. Hərdən bir yuxudan ayılıb atı saxlayırdı, üzünü çöndərib Kərbəlayı Qasıma və deyirdi: "Bu xəncəri soxaram sənin qarnına." Çox vaxt Kərbəlayı Qasım cavab vermirdi və gah vaxt deyirdi: "Niyə başına dönüm ağa?" Bəy gah vaxt Kərbəlayı Qasıma cavab vermir, gah da gah vaxt deyirdi: "Kimin hünəri var, əli bişirən pulov bişirsin." 2 saat sonra ağa və nökər yetişdilər kəndə. Yekə imarətin darvazasından qabaqlanan atlar dayandılar. Kərbəlayı Qasım yerdən bir daş götürüb başladı qapını döyməyə. Yekə papaq bir kişi qapını açdı və Qurbanəli bəyin yanına qaçıb yabısını atın cilovunda, yapışdı atın cilovuna. Qurbanəli bəy hələ atdan yenməyib xəncərin tiyəsindən qalxızdı kişinin üstünə və dedi: "Əli, bu xəncəri soxuram sənə qayıt." Demə, o yekəpər adam kim idi? Yekəpər adam aşpaz Əli idi. Nökər cavab verdi: "İxtiyar səndə ağa." Bax, ixtiyar səndə ağa ifadəsini demək Əli deyir. Demək, niyə başına dönüm? Bu ifadəni isə Kərbəlayı Qasım deyir. Sonra bəy atdan yenib girdi həyətə və pilləkənə qalxıb girdi otağa. Bəyin qarabaşı bir qoca arvad çıxdı ağasına qabağa və dedi: "Ay ağa, nə gec gəldin? Xanım sənin ötürü çox nigarandır." Qarabaş dedi, yəni qulluqçu. Bəy xəncərin tiyəsindən arvada göstərib dedi: "Gülpəri, bu xəncəri soxaram sənin qarnına." Təbii ki, biz Gülpəri obrazını biz Nurəddin hekayəsində də rast gəlmişik. Burada da var. Orada əsas rollardan biridir. Burada sadəcə epizodik roldur. Gülpəri, bu xəncəri soxuram sənin qarnına. Arvad dinmədi və çəkildi kənara. Bəy o bir otağa girib gördü ki, arvadı paltarından soyunmamış ya dayanıb yastığa və yuxular. Əvvəl gəlib durdu arvadın yanında, o xəncəri tiyəsini arvadın üstünə qalxıb dedi: "Bu xəncəri soxuram sənin qarnına." Yəni qabağına kim çıxdı deyir: "Bu xəncəri soxuram sənin qarnına." Kərbəlayı Qasıma da dedi, aşpaz Əliyə də dedi, nə bilim Gülpəriyə də dedi, arvaddan dedi ki, bu xəncəri soxuram sənin qarnına. Qarnına soxa-soxa gedir. Gəl növbəti. Arvad ayılmadı. Qurbanəli bəy dəxi dinmədi, xəncər atdı yerə. Sonra börkünü çıxarıb, börk papağı deməkdir, atdı bir səmtə və başladı soyunmağa. Paltarlarını, çəkmələrini çıxarıb, hirsləb hərəsindən atdı bir yana, biraz su içdi, uzandı yerinə. Bəy yuxu tutdu. Qurbanəli bəy arvadı sübh vaxtı ayılıb gördü ki, əri gəlib yatıb. Yavaşca paltarlarını geyib çıxdı eşiyə. Qarabaş süpürgə ilə həyətini süpürürdü qulluqçu. Kərbəlayı Qasım əlindən xəlbir tövlənin qabağına durub arpa təmizləyir ki, aparıb atlara versin. Xanım Kərbəlayı Qasımdan soruşdu ki, niyə belə gec gəldiniz? Kərbəlayı Qasım cavab verdi: "Qonaqlıq çox uzun çəkdi, onun üçün gec gəldik." Xanım yenə soruşdu: "Pristavın qonağı çox idimi?" Kərbəlayı cavab verdi: "Bəli, xanım, çox idi." Xanım soruşdu: "Kim idilər qonaqlar?" Kərbəlayı Qasım cavab verdi: "Ay xanım, nə bilim, bir çox adamlar var, böyük adamlar vardı. Çoxlu xanım idi. Nəçənlik özü də orada idi. Çox adam vardı." Xanım yenə soruşdu: "Yəni görsən, hər şey detallı ilə soruşmalıdır. Bax, qadın işidir bu." Kərbəlayı Qasım dedi: "Xanımlar da elə kişilərdən biri oturmuşlar, ya ayrı oturmuşlar?" Kərbəlayı Qasım cavab verdi ki, "Yox, elə hamısı qarışmışdı bir-birinə." Qarabaş bu eşitdi, özünü dedi: "Bıyı aman Allah." Yəni Qarabaş burada görür ki, qadınlar da kişilərin bir yerdə oturmağı çox pis baxır. Ona deyir ki, "Bıyı aman Allah." Xanım oturdu pilləkənin pilləsində üstündə. Kərbəlayı Qasım biraz yavığa çağırdı və dedi: "Sən Allah Kərbəlayı Qasım, nağıl elə görək. Qonaqlar necə keçdi? Qonaqlıq necə keçdi? Qonaqlara nə verdilər? Ağan kimlə danışdı? Nə danışdı? Sən Allah Kərbəlayı Qasım, hamısını nağıl elə." Kərbəlayı çuxasının ətəyini qalxızıb ağzını və burnunu suyu sildi. Tövlədə atlar başladı bir-birinin üstündən çığırışmağa və Kərbəlayı Qasım üzünü tövlə tərəf tutub çığırdı: "Buna bax ha." Xanım yenə Kərbəlayı Qasım dedi: "Sən Allah Kərbəlayı Qasım, nağıl elə görək." Kərbəlayı Qasım cavab verdi: "Ay xanım, dəxi nə deyim? Çox qonaq vardı. Nəçənlikdə orada deyir. Sözən hə yox dedi, sadəcə olaraq çox informasiya vermək istədim. Çünki sadiq nökərdir də, sahibin vəziyyətini çıxartmaq istəyir." Xanım yenə Kərbəlayı Qasımdan soruşdu: "Kərbəlayı Qasım, rus arvadları və kişilərdən nə danışırdılar?" Kərbəlayı Qasım cavab verdi: "Xanım, mən nə bilirəm ki, nə danışırdılar? Mən onların axı dilini bilmirəm ki." Xanım yenə soruşdu: "Kərbəlayı Qasım, doğrusunu de görə, ağan da rus arvadları ilə danışdımı?" Kərbəlayı Qasım yenə üzünü tövləyə tutub çığırdı atın üstünə və xanıma cavab verdi: "Ağam rus arvadlarının az danışdı, amma nəçənlikdən çox danışdı." Aşpaz da samovar gətirdi və çıxarıb qoydu pilləkənin üstünə. Qarabaş süpürgəni dayadı divara, qalxdı pilləkənin üstünə və samovarı qalxızı apardı evə. Aşpaz elə yenib durdu xanım qabağında və soruşdu: "Xanım, bu gün nə bişirim?" Xanım Qarabaşı çağırıb dedi: "Və Qurbanəli bəy gecə demədi ki, nə bişirək?" Qarabaş əlində çay qabı xanımın yanına gəldi və cavab verdi: "Gecə ağa elə hirsli idi ki, hələ məni istəyirdi öldürsün. O deyir da, xəncər soxaram sənin qarnına." Xanım təəccüblədi və dedi: "Yaxşı, yaxşı, elə danışma. Dəli olmamısan ki?" "Vallahi xanım, ağam evə girən kimi xəncəri çıxartdı və mənə dedi: 'Xəncərlə səni öldürürəm.'" Xanım bir qədər dinmədi və üzünü tutub Kərbəlayı Qasıma: "Kərbəlayı Qasım, yəqin ağan yeni keflənib, yəni içkiliymiş.
Kərbəlayı Qasım cavab verəcək, xeyr, keflənməmişdi. Yəni burada sahibini vəziyyətdən çıxardı ki, yox, mənim ağam içməmişdi, amma bilirdi ki, içib. Xanım girdi içəri və yavaşca Qurbanəli bəyin yanına yavıqlaşıb gördü ki, bərk yuxudadır. Sonra çıxdı eşiyə. Aşpaz Əliyə 16 qəpik pul verib dedi: "Əli, get 2 girvənkə ət al gətir, bozbaş bişir." Demək, bozbaş bişirirdilər. Görək. Əli pulları aldı və getdi. Dedi: "Baş üstə." Kərbəlayı Qasım və Əli üz qoydular aşpazxanaya tərəf getməyə. Gün çıxdı, gün qalxdı, günorta oldu. Kərbəlayı Qasım həyətdə oturmuşdu tut ağacının dibində və hərdən bir daş götürüb atırdı ağacın başına, tut quşlarını qovurdu və hərdən bir yerə tökülən yetişmiş tutlardan götürüb yeyirdi. Qaravaş da gəldi Kərbəlayı Qasım yanına və başladı tutları seçib yeməyə. Biraz keçdi, xanım da gəldi bunların yanına və başdan qalxdı bir qədər yetişmiş tutlara baxdı. Kərbəlayı Qasıma dedi ki, çıxsın ağaca, biraz tut sirkələ töksün. Qaravaş evdən bir çarşov gəldi. Çarşov da belə deyək də. Böyle bir palaz deyək, kilim deyək, çadır deyək, salafan deyək, nəsə bir o tutu yığmaq üçün belə bir şey. Aşpaz Əli bunların yanına gəldi və dedi: "Siz çarşı tutun, mən çıxım sirkələm." Aşpaz Əli çıxır ağacı sirkələmə. Əli çıxdı ağaca. Bax, diqqətli olur, ağaca çıxan Əli daha. Xanım Qaravaş və Kərbəlayı Qasım çarşov tutdular. Əli ağacın budağını birini tərpətdi və yekə-yekə yetişmiş ağ tutlar töküldü çarşov. Budağı bir-iki təpi vuran sonra Əli qalxdı bir az yuxarı. Ağacın başından kəndin ətrafı əl içişimi görünürdü. Əlinin gözünə bir belə şey də sataşdı. Hacı Heydər dəyirman yanında kəndə sarı bir qədər dəstə atlı gəlirdi. Əli əvvəl buna fikir vermədi və başladı budağın birini sirkələməyə, amma sonra yenə diqqəti saldı və gördü ki, atlılar kənd əhlinə oxşamırlar. Bunu görüb Əli üzünü tutdu aşağı və dedi: "Kərbəlayı Qasım, kəndə çoxlu atlı gəlir, amma kəndli oxşamırlar." Kərbəlayı Qasım xanım və Qaravaş bir qədər baxdılar bir-birinin üzünə. Xanım dilləndi: "Kərbəlayı Qasım, çıx aşpazxanaya damla, gör necə atlıdırlar." Yəni Əli tanımır, bunun əvəzinə Kərbəlayı Qasım çıxır aşpazxanaya damla ki, görsün kim gəlir. Kərbəlayı Qasım getdi, qalxdı alçaq divara, oradan qalxdı aşpazxananın damına, üstünə və sağ əlini gözünün üstünə qoyub başladı diqqət yola baxmağa. Kəndi yaxınlığında Kərbəlayı Qasımın gözünə əvvəl 2 atlı göründü. Bunlar atlıların bərk çapırdılar. Dəxi bunlardan sabah yolda bir şey görünmürdü. Amma bir qədər keçdi. Mərəzənin yanında söyüd ağaclarının dalından bir dəstə atlı çıxdı. Bunların içində naçalnik, pristavların düymələri, xanımların şlap açıq-açıq gör düymə nə boydan imiş ki, düymə görükürdü. Düymələri və xanımın şlapaları aşırı bilinirdi. Kərbəlayı Qasım tez yendi aşağı, qaçıb gəldi xanım yanına və tövşə-tövşə dedi: "Xanım, bu gələnlər deyəsən elə dünənki qonaqlar." Bax, diqqətli ol, bəzən suallar düşür ki, qonaqların gəlməsini Əli tanıyır, xeyr, Əli tanımır. Bunu Kərbəlayı Qasım aşpazxana damına çıxıb görür və tanır. Xanım çarşovunun ucunu saldı yerə, gəldi Kərbəlayı Qasıma yavıq və dedi: "Dünənki qonaqların burada nə işi var?" Kərbəlayı Qasım əllərini qoydu bir-birinin üstünə və cavab verdi: "Mən nə bilim ay xanım. Bu heyətli küçədə mərəkə qopdu. İtlərin hürüşməsi, adamların qaçışması, at tapıntısı və s. Və biraz keçdi, küçə qapısı döyüldü. Xanım qaçdı içəri və pəncərədən küçəyə baxıb gördü ki, küçədə doludur adamların. Hamısı rus qulluqçu və rus xanımlar. Kərbəlayı Qasım qapıya çıxıb gördü ki, dünən pristavın evindəki qonaqlar hamısı gəlib dayanıb qapıda. Xanım tez qaçdı eşiyə və Əlini çağırıb dedi: "Əli dedi: Get de ki, ağa evdə deyil." Əli qaçdı küçə qapısına və xanım qaçdı evə. Qurbanəli bəy oyatdı. Ki, bəy ağa eləyib çöndü o bir səmtə. Arvad dedi: Qurbanəli bəy yenə də ağa eləyib gözlərini açdı və arvadan dedi: "Cəhənnəm ol." Və yenə gözlərini yumdu. Görür ki, baxın yoldaşlar, digər xanımlara qarşı nəzakətli olan, digər xanımların ayağından öpməyə çalışan, digər xanımların ayağının tozu da deyiləm deyən insan öz həyat yoldaşına qarşı necə sərt davranır. Yəni bu da nökərçiliyin bir növüdür. Yenə gözlərini yumdu. Arvad yenə dedi: Qurban bəy gözlərini açdı, qalxdı, oturdu və soruşdu: "Nə deyirsən?" Arvad sözündən bir də dedi. Bəy diş qalxdı ayağa, bir şey fikir elədi, qaçdı otağın o tərəfə bu tərəfinə. Arvad dedi: "Qoy desinlər ağa evdə deyil." Arvad yenə çıxdı eşiyə və bəy mələfəni götürüb çarşov kimi saldı başına, çıxdı hərdə qaçıb soxuldu tövləyə və girdi atın axuruna. Nökərlər qonaqlara dedilər: "Ağa evdə deyil." Nəçanik bu cavabı eşitdi, təəccüb etdi. Ha belə qeyri qonaqlara da mat qaldılar. Kəndlər başladı qonaqların atlarını dolandırmağa. Nəçanik çıxardı paprosunu yandırdı və nökərlərindən soruşdu: "Bəy hara gedib ki evdə deyil?" Nökərlər cavab verdilər ki, bilmir. Nəçanik bir qədər dinmək yenə soruşdu: "Bəy, bəs o özgə yerə gedəcəkdi, bizə niyə qonaq çağırırdı?" Nökərlər cavab verdilər ki, bilmir. Xanımların biri bir stəkan su istədi. Bax, bir stəkan su istədi xanımların biri. Kərbəlayı Qasım qaçdı evdən kasada su gətirdi. Qonaqlar bir qədər bir-birinin üzünə baxıb dedilər ki, "Dəxi niyə dururuq? Qaydaq gedək."
Naçalnik də buna razı oldu. Amma Kərbəlayı Qasımın üzünü tutub soruşdu. Naçalnik soruşdu. Bəyin atlar tövlədədir? Kərbəlayı Qasım dedi, bəli. Bu həyətdə tövlədə atların bir başladı kişnəməyə, Naçalnik yoldaşlarına belə təklif etdi. Çox əcəb, biz bu qədər yol zəhməti gəlmişik. Bari heç olmasa bəyin atlarına baxaq, sonra qayıdaq. Yoldaşlar razı oldular. Naçalnik yenə Kərbəlayı Qasımın tövləyə getməyə izin istədi. Kərbəlayı Qasım bax icazə ilə girir. Görürük baxın. Kərbəlayı Qasımın tövləyə girmə icazə istədi. Kərbəlayı Qasım dedi, buyurun. Naçalnik 2 pristav, mal həkimi, naçalnik 2 pristav, mal həkimi, xanımlar, Kazak əfsəri girdilər həyətə və üz qoydular tövlə tərəf. Qurbanəli bəyin arvadı həyətdə qonaqlar görüb qaçdı, soxuldu otağa və qonaqlar girdilər tövləyə. Naçalnik qabaqdakı atı görüb dedi, bu elə bəyin dünənki atıdır. Sonra qonaqlar verdilər, yeridilər içəri və bir iki atın yanında dayandılar. Naçalnik atın qabağını keçib Kərbəlayı Qasımdan soruşdu. Budurmu bəyin tərəfdarı? Kərbəlayı Qasım dedi, bəli. Qonaqlar başladılar atın o tərəfini bu tərəfini dalaşmağa. Naçalnik axura tərəf hərəkət eləyib istədi atın ağzına baxsın. Axura yavuqlaşan kimi Naçalnik dik atı çıxırdı. Ah, çox tuvazmi. Axırın içində güya kəfənə bürünmüş bir şey Naçalnikin gözünə sataşdı. Naçalnik yanındakı pristavın əlində yapışıb yavaşca yerdə axurun yanına və diqqət eləyib gördü ki, axurdakı Qurbanəli bəy özüdür. Yəni girib mələfi uzanıb görə evdə yoxdur. Bunu görəcək Naçalnik çəpik çalıb qəhqəhə çəkildi və dedi: "A, Rəfiq oğlan dostudur, yadda saxla. Rəfiqə isə qız dostudur. A, Rəfiq, sən buradaymışsan." Onlar bir-biri gəlib bəyə diqqət ilə baxdılar və çəkilib durdular kənarda. Qurbanəli bəy yerindən heç tərpənmədi. Qonaqlar çıxdılar küçəyə, atları mindilər və üz qoydular demək getməyə. Təhlilə də baxar yoldaşlar. Demək, əsər epik növdə təbii ki, hekayə janrında yazılıb. Epik növdədir, hekayə janrında yazılıb. Həyat hadisələrin təsvirində təşkil edən, danışılan istifadə olunub. Əsər hadisələr gözləmə sonunda bitdiyi üçün novella adlanır təbii ki. Haqverdiyev bomba idi, sonra bu Cəmilquluzadanın eyni zamanda Qurbanəli bəydir. Bax, bunlar novelladır, çünki gözlənilmə sonunda bitir. Hekayət Cəmilquluzadənin yaradıcılığında bir neçə məsələnin özünü birləşdirən qiymətli əsərdir. Əsərin əsas personajı bütün mənfi keyfiyyətləri özünə cəmləşdirən, xaraktericə xeyli çatışmazlıq olan tipik bir mülkədar bəy olan Qurbanəli bəydir. Əsər əvvəlində yazıcının Qurbanəli bəylə bağlı təsviri fikri cəm bir cümlə yekunlaşır. Bu da Qapazlı kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəydir. Qalan bütün xüsusiyyətlər də onun davranışı, nitqi və hərəkətlərinin özünü göstərir. Qurbanəli bəy vəzifə sahibləri, yəni çox mədəni, həssas və dırnaqarası görsən, mədəni, həssas, qayğıkeş biri olaraq görünür. Onların yanında özünü alçaldır və baş əyir. Nə qədər ki sağam nökərəm sənə, qurban olsun sənə mənim canım və sair kimi ifadə işlədir. Qurbanəli bəy nökəri Kərbəlayı Qasıma qarşı çox sərtdir, onu təhqir edir, nalayiq sözlər işlədir, söyüşlər söyür. Qurbanəli bəyin ailəsinə və digər nökərlərin qarşıda fikirləri, davranışları çox kobuddur. Əsərdə hadisələr əsasən pristavın evində baş verir. Məclisdəki insanların demək olar ki, hamısı tanınmış insanlardır, onların yerinə, davranışını yaxşı bilirlər. Qurbanəli bəy isə nitqi, hərəkətlərlə gülüş hədəfinə çevrilir, içki içməyi ilə övünür. Əsərdə Qurbanəli bəydən başqa digər obrazlar da olsa da, onlarla bağlı hadisələr əsasən Qurbanəli bəyin xarakterin açılmasına xidmət edir. Birbaşa onlara aid epizodlar demək olar ki, yoxdur. Əsərdə Qurbanəli bəy dövrü üçün ümumiləşmiş bəy obrazı sayılır və ikiyüzlülüyü, yaltaqlığı, qorxaqlığı, yalançılığı diqqəti cəlb edir. Yazıcı Qapazlı kəndli ifadəsində təsadüf seçməmiş. Yəni ki, Sovetin, Rusların əlaltısı, qapazaltısı. Bununla bütün Azərbaycanın yadelilərin qapazaltı işğal altında olduğunu işarə edir. Naçalnikin kəndə gəlməsinin səbəbi pristavın arvadının ad günü idi. Özgə mağlum pristavı, daha sonra Kazak böyüyü bir əfsər gəldikdən sonra Qapazlı kəndinin sakini Qurbanəli bəy gəlir. Qurbanəli bəyin pristavın evinə gəlişi ilə hadisələr düyün vurulur. Bax, gəlişi ilə hadisə düyün vurulur. Hadisələr bağırın 2-ci ayında, yəni aprel ayında təxminən baş verir. Qurbanəli bəy Kərbəlayı Qasım şərab içmək üçün onu bir qeyrət adlandırır. Qurbanəli bəy kəndlilərə yallı gedir, uzun dərə sifariş verib oynamaq istəsə də oynaya bilmir. Çünki Naçalnik deyir ki, gətir ata baxın. Qurbanəli bəy indiki pristav və 10-15 il bundan əvvəl pristav tərəflər, digər pristavlar pislər. Niyə görə 10-15 il əvvəlkin tərəflər? Çünki ona bir tula bağışlamışdı. 5-10 il əvvəlki pristav Qurbanəli bəy tula bağışlamışdı. Bax, həmin ifadə burada var. Qurbanəli bəy birinci xanımın sağlığına, daha sonra Naçalnikin sağlığına, daha sonra hər kəsin sağlığına içir. Qurbanəli bəyin məclisin əvvəlində içməmişdən səbəbi araq stəkanının kiçik olması idi. Qurbanəli bəyin sağlıqları həyatda yox, yemək otağında deyil. Məclisdəkilər Qurbanəli bəyin sağlığını içdən sonra Qurbanəli bəy bundan qürurlanıb onları qonaq dəvət edir.
Aş bişirmə Qurbanəli bəy təklif etmir. Qonaqlardan biri deyir ki, bizə müsəlman plovu versinlər, gələr. Bax, belə bir ifadə var orada. Qurbanəli bəy əsər boyu Kərbəlayı Qasımı təhqir etsə də, Kərbəlayı Qasım ona qarşı sərt cavab vermir, çünki bu dil öz ağasından sadiq bir nökərdir. Məsciddə atı Kərbəlayı Qasım Qurbanəli bəy özü çapır, bayaq qeyd etdim. Uzaqdan gələn atlı dəstəni ilk görən aşpaz əli olur, amma tanımır. Sonra demək Kərbəlayı Qasım çıxır demək aşpazxananın damına, o baxır və tanıyır. Kərbəlayı Qasım gələn atlıların dünənki adam olduğunu xəbər verir. Qurbanəli bəy qonaqların gəlməsini xəbərini arvad çatdırır. Atlılara baxmaq təklifini isə naçalnik verir. Belə dəyərli yoldaşlar, bu gün sizlərə Qurbanəli bəy əsəri haqqında ən vacib məqama çatdırdım. İnşallah növbəti bir əsərin izahı ilə sizlərdən görüşəcək. Diqqətinizə görə təşəkkür edirəm.